Salam əziz və dəyərli izləyicilər, xeyirinizi salamlayıram öz səhifəmdə. Çoxdan da çıxmadım TikToka. Bir zaman tapıb, vaxt tapıb dedim belə fürsətdən istifadə edib sizlərə vaxt ayırım qızda olan zamanla. Və bugün siz nədən qısa da olsa istədim belə bir mövzunu seçəm. İnsanlar hansı bir peşəni seçəndə, sahəni seçəndə və yaxud işi seçəndə həmişə fikirləşir ki, nəyə nail olacağam, nəyə nail olacağam, məqsəd yönlü hədəfini seçərək ondan ancaq nail olan amili nəzərdə tuturlar. Amma bilmirlər ki, nail olmaq yox, əsas odur ki, prosesdən həzz almaq. Yəni bu adam belə gedən yolda, yəni bu proses önəmlidir. Nəinki nəyisə nail ol. Ola bilsin ki, nəyisə nail olasınız, amma bu proses ərəfəsində yəni insanın o sevmədiyi işi ola bilər. Amma bizim kütlə olaraq yəni beynimizə yerdirlər ki, yəni nəyisə nail olmaq. İnsan nail olmağı fikirləşəndə elə bilir ki, yəni bunun öz məqsədidir, öz istəyi, bir peşədir və hansı bir işdir. Əsas odur ki, prosesdən həzz almaqdır. İnsan əgər prosesdən həzz almasa və yaxud da ki, nəsə nail olsa belə, sonradan xoşbəxtlik hiss eləmir, xoşbəxtlik hissi yoxdur. Amma proses üzrə gedəndə, prosesdə xoşbəxt hiss eləyəndə, yəni sevdiyi iş olanda, insanın gözü bu işlə alovlananda, yəni daxili hissi, motivasiyası var, onun daha bu həzz alır, nəinki nəsə nail olandan sonraki, yəni proses ərəfəsində bu istədiyi iş deyildir, istədiyi sahə deyildir. Yəni insanı xoşbəxt edən prosesdir, nəinki nail olmaq. O ikinci dərəcəlidir. İnsan prosesdən həzz almalıdır, sevdiyi işindən. Yəni, amma 90-80% insanlar çox səhv düşüncədədirlər ki, yəni fikirləşirlər ki, mən nəyisə nail olacağam, nail olandan sonra o məni xoşbəxt eləyəcək. Bu səhv düşüncədir. Tal ki, siz sevmədiyi işi görürsünüz və nəyisə sonradan nail də olsanız belə, amma hissiz ki, zamanınız, vaxtınız boşa getdi, boşa keçdi. Amma proses üzrə sevinç hissi yaşında, sizi onda elə maraqlandırmır ki, nəyisə nail olasınız, yox. Sizi bu proses daha önəm daşıyır. Yəni bundan həzz alırsınız bu işdən, proses ərəfəsində. Elə maraqlı deyil ki, nəsə nail olasınız və yaxud da ki. Amma sevmədiyi iş olanda, sevmədiyi sahə olanda, məsələn, hansı peşəni seçirsə, o insan ancaq nail olmağı fikirləşir, nəyə nail olacaq axırda. Amma sevdiyi iş olanda, misal üçün, prosesdən həzz alanda insan fikirləşmir ki, 5 ildən, 3 ildən sonra nəyə nail olacaq. Ona ki, bu işi peşəni sevir. Əsas prosesdir, nəyə ki, nail olmaq sonradan. Amma insanların əksəri fərqli düşüncədədirlər, səhv düşüncədədirlər ki, birincisi nail olmaq. Sonra da deyirlər ki, mən xoşbəxt deyiləm, nail oldum, amma hiss edirəm ki, o deyil. Öz beyinlərində başqa fikirləşirlər ki, başqa düşüncədədir ki, nail ondan sonra belə hiss olacaq məndə, sevinç hissi. Amma baxırlar ki, sevinç hissi yoxdur, xoşbəxtçilik yoxdur. Onlar ki, prosesi bunlar boşa veriblər. Fikirləşirlər ki, ancaq finalda nə olacaq? İnsan finalı fikirləşməlidir. Finala gedən yolu fikirləşməlidir. Ondan mən həzz alıram, sevinç hissi var yoxsa yox. O ikinci dərəcəli şeylərdir ki, nəyə olmaq. Əsas prosesdir. Və qısa da olsun, istədim elə bugünkü mövzumu elə bununla bitirəm. Çox sağ olun əziz izləyicilər, dəyərli izləyicilərim. Çox sağ olun ki, izləyirsiniz mənim videolarıma. Hər birinizə çox böyük təşəkkürlər. Allah hər birinizdən razı olsun. İnşallah sağlıq olsun. Allah'tan Allah'ın izni ilə, hökmü ilə görüşərik. Özünüzə yaxşı baxın. Allah'a emanet olun. Sağ olun.